başçılarımıza, sizə, bayan başçımıza da teşekkür edirəm. Ana mən də teşekkür edirəm. Bizim bax, bu şəhid balamızı bu cürdə, bu layıqla Əzəbərkanla yola saldı. Allah bütün şəhid analarımıza rəhmət eləsin. Can sağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin. Prezident aparatının bütün heyətinə can sağlığı versin ki, bizi bax, bu gözəl məclisi bizə təşkil edirsiniz. Siz bizim yanımızdasınız. Allah ömür versin. Bizim hakimiyyətimiz Allah ömür versin. Allah can sağlığı versin. Hamısına. Ne hoş ki bugün bizim yanımızdasınız. O şəhid balasını ziyaret edədiniz. O şəhid balasını layıqınca yola saldınız. Allah can sağlığı versin hamımıza. Anar müəllimə Allah ömür versin ki, baxsa bir sürüdə bir böyük məclis verəcək, süfrə verəcək. Allah qəbul eləsin. Allah dərgahında qəbul olsun. Həm sizin elədiyinizi, həm onun elədiyini. Çünki bu ehsanı verirlər, çox verirlər. Ancaq qəbul olanlardan olsun. Borcudur. İnşallah. Bizim hər birimizə olan tapşırığıdır. Bir mənalı olaraq Allah bütün şəhidlərimizə rəhmət eləsin. Siz onların əmanətlərisiniz. Bizim hər birimizin həm vəzifə, həm vətəndaş borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məhz onların qanı cana bahasına, cənab prezidentimizin, ulu öndərimizin apardığı uğurlu siyasət nəticəsində biz əbədi olaraq tarixi torpaqlarımıza qalırıq. Allah ordumuzu qorusun, bütün şəhidlərimizə Allah rəhmət eləsin, Allah balamıza rəhmət eləsin. Allah sizləri qorusun, Allah dövlətimizi, möhtərəm cənab prezidentimizi qorusun. Hər birimizin borcudur. Bir də sağ olun, Şurancılar və sizin nümayəndələri bu məmnunluğunuzu da gəlir. Biz hər zaman dövlət olaraq, hər zaman sizin yanınızdayıq. Allah dövlətimizi, cənab prezidentimizi, onun silahdaşı, mehriban xanımdır. Allah sizləri də var edin. Sizləri də qorusun. Allah balamıza rəhmət Allah kömək olsun. Allah kömək etsin. Sağ olun. Yanınızda olun. Sağ olun. Her şeye bak. Yolun üstü birinci gün.